Salam, hər vaxtınız xeyir olsun kanalımızın dəyərli izləyiciləri. Mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün deməli MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda bizim fevral qruplarımıza qeydiyyat davam edir. Əlaqə üçün 051 644 31 54 nömrəsinə yazaraq dərslər haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra qruplara göndərilir. Keçək suallarımıza. İlk sual belədir ki, 5 ton çıxılsın 1870 kiloqram, çıxılsın 4/1, 3 sentner bərabərdir x kiloqram. X hansı ədədə bərabərdir? İlk olaraq 5 tonumuz olur 5000 kiloqram. 5000-dən çıxacaq 1870-i. 1870-i. 4/3 sentner. 1 sentnerimiz 100 kiloqramdır. 100-ün 4/3-ü 75 kiloqram. Çıxılsın 75. Və 5000-dən 1870-i və 75-i çıxsaq 3055 kiloqram qalacaq. Doğru cavabımız olacaq D variantı. Keçək növbəti sualımıza. Düzbucağın daxilinə, enlərinə toxunan 3 bərabər çevrə çəkilmişdir. Çevrənin radiusu 3 cm olursa, düzbucağının perimetri neçə santimetrdir? Deməli, bir düzbucaqlı çəkirik. 1, 2, 3 dənə çevrə çəkirik. Çevrənin radiusu 3 santimetrdir. Əgər radius 3 santimetrsə, diametr olacaq 6 santimetr. En oldu 6, uzunluq da 3 dənə 6, 18 olacaq. Və perimetr istədiyinə görə 6 üzərinə 18 vurulsun 2-yə. 24 də 2-yə vuranda 48. Doğru cavab olur B variantı. Növbəti bir sual. Deyir ki, 126 kiçikdir bərabər 9x plus 18 və o da kiçikdir 226 bərabərsizliyin ən böyük natural həlli ilə ən kiçik natural həllinin cəminin 3 mislindən alınan ədədin rəqəmləri cəmini tapın. 126-dan ilk öncə 18-i çıxacaq, qalacaq 108 kiçikdir bərabərdir 9x-a. O da kiçikdir. 226-dan da biz çıxsaq 18-i 208 olacaq. 208. Hər tərəfi 9-a bölsək, bura olacaq 12 kiçikdir bərabərdir x-dan. O da kiçikdir 208-də 9-a bölsək 23,1 düşür. Ən kiçik natural burada x-in yerinə elə 12-ni tapırıq. 12 bu şərti ödəyə bilir. Ən böyüksə 23-ü götürəcək. Çünki 23 natural ədəd 23,1-dən kiçikdir. Üzərinə 23-ü gəlsək olacaq 35. Və 35-in 3 misli. 35-in 3 misli bizə verir 105. Bunun da rəqəmləri cəmi 6 verəcək. Doğru cavabımız olacaq C variantı. Növbəti bir sual. 4 nömrəli sual. Düzbucaqlı şəklində idman zalının ölçüləri 4 metr və 6 metrdir. Zalın döşəməsinə tərəfi 4 desimetr olan kvadrat formalı kafel döşənmişdir. Zalı döşəmək üçün neçə kafel istifadə olunmuşdur? Deməli, düzbucaqlı şəklindədirsə, bura 6 metr, bura 4 metrdir. Və 4 desimetr kvadrat formalıdırsa, biz bunu yaxşı olar ki, metr yox, desimetrə çevirək. 60, bir də 40. Bu zaman sahəni tapmalıyıq. 60-ı vuracam 40-a, böləcəm. Əgər kvadrat formalıdırsa, o zaman 4-ü vuracam 4-ə. Hər iki halda sahəni tapacağıq. Bu bizə verəcək 2400 bölünsün 16-ya. 2400-də 16-ya böləndə 150 düşür. Deməli, neçə ədəd lazımmış?
150 ədəd. Doğru cavab A variantı. Növbəti bir sual. Deyir ki, 4x plus 48 bölü 3 plus 85 bərabərdir 205. Tənliyinin kökünü tapın və həmin kökə görə 3x plus 127 ifadəsinin qiymətini hesablayın. İlk öncə 205-dən 85-i çıxıram. Qalır 120. 120-ni 3-ə vuracam. 360 və 360-dan olacaq 4x plus 48 bərabərdir 360. 4x özü bərabərdir 312-yə. X də bərabərdir 78-ə. Aldığımız 78-i bu ifadənin yerində yazacaq. 78 vurulsun 3 üzərinə 127. Nəticə bizə verəcək neçə? 361. Doğru cavabımız olacaq D variantı. Növbəti bir sual. Sürəti saatda 80 km olan avtomobil 3 saat getdi. Yolun uzunluğu 600 km-dir. Avtomobil sürətini neçə kilometr böl saat artırmalıdır ki, qalan məsafəni 4 saata getsin. 80 ilə gedən 3 saat gedibsə, 80-i vururuq 3-ə. 240 kilometr. Və 600-dən çıxırıq 240-ı. Qalır 360. Həmin 360-ı 4 saata getməlidir. 360-ı bölürük 4-ə. 90-la gedir. Getməlidir. Əvvəl 80 idi, indi olub 90. Artırma nə qədərdir? 10 kilometr. Deməli, cavab variantlarında qeyd olunmayıb. Doğru cavabımız olacaq 10 kilometr. Keçək növbəti bir suala. Hesablayın. 36 kilometr 72 metr bölünsün 6 üzərinə 4 metr 5 desimetr 8 santimetr. Biz bunu yaxşı olar ki, hamısı metrə çevirək bu hissəni. 36 kilometrimiz olur 36.000. 36.000. Üzərinə də 72-ni gəlsək, olacaq 36.072 metr. Bölək bunu 6-ya. Bu bizə verəcək 6012. Və 6012-nin üzərinə 4 metr 5 desimetr 8 santimetr gələcək. 6012-nin üzərinə 4 metr 5 desimetr və 8 santimetr gələrik. Bu da bizə verər 6016 metr 5 desimetr 8 santimetr. 6016 metr olacaq 6 kilometr 16 metr və 5 desimetr 8 santimetr. Doğru cavabımız olacaq B variantı. Keçək növbəti bir suala. 8 nömrəli sualdır. Deyir, bir məktəbdə şagirdlər üçün hədiyyə paketləri hazırlanır. Bir paketə 6 konfet, 4 şokolad və 2 şirə qoyulur. Hər konfet 20 qram, hər şokolad 50 qram, hər şirə isə 200 qramdır. 25 belə paket hazırlanarsa, bütün məhsulların ümumi çəkisi neçə kiloqram olar? Burada deməli, hələ ki, biz ilk olaraq bir qutunun içərisində nə qədər, çəkisi nə qədər olduğunu tapaq. Bir konfet, hər konfet 20 qramdırsa, 6 konfeti vururuq 20-yə. Olur 120 qram. 120 qram. 4 şokolad. 4'ü vururuq. Şokoladın ağırlığı 50 qramdırsa, olur neçə? 200 qram. Sonra şirə 2 dənə şirədir. Hər şirə 200 qramdırsa, 200 də 2-yə vursaq 400 qram. İndi ümumi ağırlığı tapaq. 120 üzərinə 200 üzərinə 400. Nəticə bərabərdir neçə? 720-yə. Yəni bir paketin, bir hədiyyə qutusunun ağırlığı 720-dir. Bəs 720-ni vurarıq o zaman 25 dənədirsə 25-ə. Bu bizə verəcək 18.000 qram. Bunu da biz kiloqrama çevirsək 3 dənə 0 siləcəyik, qalacaq 18 kiloqram. Deməli,
hədiyyə qutularının ümumi çəkisi 18 kiloqram olacaq. Keçək növbəti suala, 9 nömrəli sualdır. Bacının 5 il əvvəlki yaşı qardaşın 1 il sonraki yaşından 2 dəfə çoxdur. İndi onların yaşları cəmi 34-dür. Bacının 2 il sonraki yaşını tapın. Deməli, bacı və qardaş. 5 il əvvəlki yaşı x götürək. Qardaşın 1 il sonraki yaşını 2x götürək. İndi 5 il əvvəlki yaşdırsa, bacı indiyə gələndə x plus 5 olur. Qardaş isə 2x minus 1 olur. Yəni, əlavə və ya artırmaları çıxdıq. Bu vəziyyətdə 34 yaşları. Yəni, indiki vəziyyətdə. O zaman x plus 5 üzərinə 2x minus 1 bərabərdir 34'ə. Buradan x-larımız bir yerə yığsaq 3x bərabərdir 30'a. 1'i toplayırıq, 5'i çıxırıq. X də bərabərdir 10'a. İndiki vəziyyətdə bacının neçə yaşı var? 15 yaşı var. Amma bizə deyir ki, indi x plus 5 demişdik. Bacının 2 il sonraki, üzərinə də 2 gəlsək, 17 yaş olacaq. Doğru cavab B variantında qeyd olunub. Növbəti bir sual. Qabda bir qədər su var idi. 120 litr su əlavə edildi və A qədər su oldu. 80 litr su boşaldıldı. Çəndə A bölünsün 3 qədər su qaldı. Əvvəlcədən çəndə neçə litr su var idi? Biz bunu əsasən bu 2023-cü ildə istifadə olunmuş sual tiplərindən biridir. Deyək ki, çəndə x qədər su var. Əgər 120 litr əlavə eləsə 120 olacaq A qədər. Əgər çəndəki sudan 80 litr boşaltsaq, istifadə etsək, A bölünsün 3 qədər olacaq. O zaman A-nın yerinə biz ifadəmizi yaza bilərik. Yəni, x minus 80 bərabərdir. X plus 120 bölünsün 3'ə. Çarpaz vursaq, 3'ü vuracaq bu hissəyə, olacaq 3x minus 240 bərabərdir. X plus 120'ya. 3x ilə deməli, x-imiz gedir, qalır 2x bərabərdir 360. X də bərabərdir 180'ə. Yəni 360'ı bölürük 2'yə 180. Əvvəlcə çəndə nə qədər su olub? 180 litr. Keçək növbəti bir suala. 11 nömrəli sual. 11 nömrəli sualda deyir ki, aralarındakı məsafə 70 kilometr olan iki məntəqədən iki maşın əks istiqamətdə yola düşür. Birinci maşın 1 saat əvvəl yola çıxmışdı. İkinci maşın 3 saat hərəkətdə etdikdən sonra aralarındakı məsafə 500 kilometr oldu. İkinci maşının sürəti 50 km/saat olarsa, birinci maşının sürətini tapın. A'dan B'yə məsafə arada 70 km olsun. Biri bu istiqamətdə gedəcək, biri əks istiqamətdə. Birinci maşın 1 saat əvvəldən 3 saat sonradan hərəkətdə olub. Yəni T1 olacaq 4 saat. T2'nin zamanı isə 3 saatdır. Və bizim ikinci maşının sürəti məlumdur, 50'dir. 50 ilə gedən 3 saat yolda olubsa, 3 saat 150 kilometr gedib. 150. Biz o zaman 500'dən 150'ni və aradakı 70 kilometri çıxırıq. Qalır 280 kilometr. Həmin o 280'i T1, yəni zamanımız 4 saatdır. Həmin avtomobil hərəkətdə olacaq. Olub və 4'ə bölürük 70 ilə 70 olacaq. Doğru cavabımız olur B variantı. Növbəti bir sual. Bir üzünün perimetri 36 olan kubun yan səthinin sahəsini tapın. Burada bir üzündən söhbət gedirsə, biz bilirik ki, kubun bütün üzləri nədir? Kvadratlardan ibarətdir. Yəni bir üzünün perimetri 36 ise 4A bərabərdir 36'ya, A da bərabərdir 9'a. Kubun yan səthinin sahəsini istəyirsə, S bərabərdir 4A kvadratı.
yan səthinin düsturudur. 4 vurulsun 9'un kvadratı bərabərdir. Buradan da 4'ü vuracağım 81'e bərabərdir 324. Doğru cavabımız olacaq D variantı. Növbəti bir sual. Bu sualların əksəriyyəti əvvəlki illərin MIQ proqramı əsasında hazırlanmışdır. Su çəninin tutumu 480 litrdir və çənin onda 3 hissəsi doludur. Çənin 5'də 4 hissəsi dolu olması üçün neçə litr su əlavə edilməlidir? 480'in onda 3'ünü tapaq. 480'i bölərik 10'a, vurarıq 3'ə, bizə verəcək 144. Sonra bizə deyir ki, bu çənin 5'də 4'ü dolması üçün. Yəni 480'in 5'də 4'ünü tapırıq. 480'i 5'ə bölürük, vururuq 4'ə. 384 litr eləyir. Və 384'dən biz çıxmalıyıq 144'ü. Qalacaq 240. Nə qədər əlavə olunmalıdır? 240 litr əlavə olunmalıdır. Doğru cavabımız olur B variantı. Növbəti bir sual. Deyir, fidan pulunun əvvəlcə yarısını, sonra qalan pulun 40%-ni, sonra da qalan pulun 80%-ni xərclədi. 96 manat qalmışsa, əvvəlcə fidanın neçə manat pulu var idi? Pulumuz olsun 100%. Bunun yarısını xərcləmişiksə, yəni 50%-ni xərcləmişiksə, 50'si qalıb. 50'nin də sonradan 40%-ni xərcləyik. 40'ını tapırıq, bölürük 100'ə. 20. 50'dən çıxırıq 20'ni. Qalır 30%. Qalan pulumuz 30%'dir. Yenə də bunun 80%-ni xərcləyəcək. Yəni 30'un 80%-ni tapırsan, bölürsən 100'ə. Gedir 3, 8'in 24. 30'dan da 24'ün çıxırıq. Qalır 6%. Bu adamın 6% pulu qalıb. Qalan pul nə qədərdir? 96 manat. O zaman ilkin pulu tapmaq istəyiriksə, 6%də 96 manatdırsa, 100%də x manatdır. X də bərabərdir. 100'ü vuracam 96'ya, böləcəm 6'ya. Bu da bizə verəcək 1600. Deməli, bu adamın əvvəlcədən 1600 manat pulu olub. Keçək növbəti suala, 15 nömrəli sual. Aşağıdakı bərabərsizlikdə A-nın yerinə yazıla bilən natural ədədlərin cəmi neçədir? Deməli, 20'də 9 üzərinə A bölünsün 20 kiçikdir 1. Baxaq. Bu 1'in yerinə biz yaza bilərik 20'də 20. Məxrəcə görə yazdıq. Nə deməkdir? Bunların üstünə xətt çəkirəm. 9A 9 plus A kiçikdir nədən? 20'dən. Biz A'nın yerinə nə yaza bilərik? 1 yazarıq. 2, 3, 4, 5, 6, 7, 8, 9 yaza bilərik. Bir də 10 yaza bilərik. Natural ədəd deyir. 10 yaza bilərik. Çünki 10'un üstünə 9, 19. 19 20'dən kiçikdir. Artıq bura 11 yaza bilmərik. 12 yaza bilmərik. Bu ədədlər bizim şərti ödəyəcək. Və bunların da cəmi bizə nə verəcək? 55. Doğru cavabımız olacaq B variantı. Növbəti sual 16 nömrəli sualdır. Deyir 4, 5, 6, 7, 8. 4, 5, 6, 7, 8 sırada 800 rəqəm var. Sıranın 458-ci rəqəmi ilə 232-ci rəqəminin hasilini tapın. Təkrarlanmaya baxırıq. 1, 2, 3, 4, 5 dənədən bir təkrarlanır. O zaman 458'i bölürük 5'ə. Əsas burada qalığa baxmalıyıq. Qalıq qalır 3. Sonra 232'ni bölürük 5'ə. Qalıq qalır 2. Aha. İndi baxaq.
üçüncü sıra, bir de ikinci sıra. 1 ikinci sırada 5'dir. Üçüncü sırada 6'dır. 5 ilə də 6-nın hasili 30 verəcək bizə. Doğru cavabımız olacaq D variantı. Keçək növbəti suala. 17. Axma sürəti 9 km olan çayda katerin axınla sürəti axına qarşı sürətindən 3 dəfə çoxdur. Katerin çayın axınına qarşı 6 saata gedəcəyi məsafəni tapın. Katerin sürəti yoxdur, x-dır, çayın sürəti 9-dur. Əgər axınla olanda x plus 9 olar, axın əksi olanda x minus 9 olar. Və kiçik hissəni 3-ə vuracam. Olacaq x plus 9 bərabərdir 3x minus 27. Buradan da x-lər bir tərəfə keçsə, 2x bərabərdir 36-ya, x də bərabərdir 18. Katerin sürəti neçədir? 18. Çay isə 9-dur. İndi axına qarşı deyirsə, 18-dən çıxacaqsan 9-u, 6 saat demir, vuracaq 6-ya. 9-u da 6-ya vuranda 54 kilometr getmiş olar. Doğru cavabımız olar D variantı. Növbəti bir sual. 4 vahid artan sırayla düzülmüş 5 ədədin ədədi ortası 28 olarsa, bu ədədin ən böyüyünün 6'da 5'ini tapın. Demək, birinci ədədimiz x, x plus 4, x plus deməli olacaq 8, x plus 12, x plus 16. Və bunların ədədi ortası 28 isə 5'i vurarıq 28'ə. X-lər bir yerə yığsaq 5x plus 40 bərabərdir 140'a. 5x bərabərdir 100'ə, x də bərabərdir 20'yə. Böyük ədədimiz 20'nin üstünə 16 gələcək, olacaq 36. Və 36'nın 6'da 5'ini deyir tap. 36'nı 6'ya böləcəm. 6, 6, 5'in 30. Doğru cavabımız olacaq D variantı. 19. Bütün rəqəmləri fərqli 1, A, 8, 0, B, 3 ədədini 100 minliklərə qədər yuvarlaqlaşdırdıqda 200 min ədəd alınır. A plus B cəmi 11 olarsa A ən çox neçə ola bilər? Deməli 1, A, 8, 0, B, 3. Bizə A ilə B-nin cəmi neçədir? 11'dir. Bu zaman buradakı rəqəmlərdən istifadə edə bilmərik. Əslində, məsələn, 1'i 2 eləmək üçün bura böyük ədəd olmalıdır ki, 5'dən böyük rəqəmlər olmalıdır. Məsələn, 5 ilə 6'nın cəmi 11 verir, 7 ilə 4'ün cəmi, sonra 8 ilə deməli 3'ün cəmi, 9 ilə 2'nin cəmi. Amma buradakı rəqəmləri götürə bilmərik. Burada elə götürə biləcəyimiz ədəd nədir? 9 ilə 2. A-nın yerinə 9 yaza bilərik, B-nin yerinə 2 yaza bilərik. Həm rəqəmləri fərqli olsun, həm də şərti tamam eləmiş olsun. A ən çox neçə olacaq? 9 olacaq. Növbəti bir sual, 20 nömrəli sualdır. Deyir ki, aradakı məsafə 65 kilometr olan iki məntəqədən əks istiqamətdə iki maşın yola düşür. Maşınların sürəti 25 metr bölü saniyə, digəri isə 54 km bölü saatdır. 1 saat 40 dəqiqə sonra onlar arasında məsafə neçə kilometr olar? Deməli, aradakı məsafə 65'dir. Biri bu istiqamətdə gedəcək, biri də bu istiqamətdə. Sürətlər məlumdur. 25, 54. 25'i biz çevirmə aparacağıq. 5'ə bölüb vuracağıq 18'ə. Çünki kilometrə çevirək. Olacaq 90 kilometr. V2 də məlumdur 54. 90 ilə 54'ü toplasaq 144 edəcək. Bu zaman yazıram 60 dəqiqəyə 144. 144. 1 saat 40 dəqiqəmiz 100 dəqiqədir. 100 dəqiqə x. X də bərabərdir. 100'ü 144'ə vurub 60'a bölsək 240 kilometr eləyəcək. Və 240'ın da üzərinə
biz 65-i gəlməliyik. Ümumi məsafəni tapmaq üçün 240 üzərinə 65. Doğru cavab olacaq 305 kilometr. C variantı. Suallarımız bu qədər. Bu tipli videoların davamlı olmasını istəyirsinizsə kanalımıza abunə olun. Video izahları müəllim yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.